Salam, bugün sizə 7-ci sinif biologiyadan səhifə 41-42-dəki 5-ci bölmədən ümumiləşdirici tapşırıqların izahını verəcəm. Birinci sualla başlayaq. Sadalanan biyomları klimatoqramda qeyd olunanlarla A-dan F-ə qədər uyğunlaşdırın. Birə baxaq. Arktik və Alp tundrası. Şəklə diqqət yetirək, indi bizə orta illik temperaturda verilib, orta illik yağıntının miqdarı da verilib və bizdən Arktik və Alp tundrasını istəyir. Burada şəkilə əsasən F variantı bura uyğun gəlir, Arktik və Alp tundrasına. Deməli, 1-ə aid oldu F. 2-yə baxaq. Tayqanı istəyir bizdən. Tayqa hansına aid oldu? Burada tayqaya aid olacaq B variantı. Deməli, 2-yə aid oldu B. 3-ə baxaq. Səhranı istəyir bizdən. Səhraya aid olacaq burada A variantı. Səhraya aiddir A variantı. Çəmənlik. Çəmənliyə isə aid olacaq 4-ə baxaq. 4-də isə aid olacaq Y variantı. Çəmənliyə aid olacaq Y variantı. 4-də Y. 5-ə baxaq. Mülayim zonanın enli yarpaq meşələri. Enli yarpaq meşəyə aid olacaq burada C variantı. 6. 6-ya baxsaz görəsiniz ki, orta illik yağıntı ən çox olan yer hansıdır? Əlbəttə ki, tropik meşədir və 6-ya aid olacaq D variantı. 6-ya da aid oldu D. Deməli, 1-ə aid oldu F, 2-yə aid oldu B, 3-ə aid oldu A, 4-də Y, 5, C və 6-da isə D variantı uyğun gəlir. Keçək indi ikinci sualın izahını verək. Deyir ki, şəkildə göstərilən amilləri abiotik və biotik amillər olmaqla qruplaşdır. Biz ümumiyyətlə amillərin iki qrupa bölündüyünü bilirik. Biotik və abiotik amillər. Biotik amillər, yəni canlının canlıya təsiri. Canlı təsirdən nəzərdə tutulur. Amma abiotikdə isə cansızın təsirindən nəzərdə tutur. Burada canlılar hansıdır? Canlı məsələn ceyrandır. Daha sonra kəpənək biotik amildir, ceyran biotik amildir. Daha sonra şəklə diqqət yetirək. Burada quşlar verilib. Quşlar da biotik amillərə aiddir. Daha sonra ağaclar, bəli, biotik amildir. Sonra ördək biotik amildir. Balıq biotik amildir. Deməli, biotik amillər hansılar oldu? Quşlar, ağaclar, ceyran, kəpənək, ördək, balıq. Bunlar oldu biotik amillər. İndi isə abiotik amillərə baxaq. Abiotik amillərə məsələn aiddir günəş. Daha sonra günəşdən sonra hava abiotikdir. Buludlar abiotikdir. Daha sonra su abiotikdir. Torpaq abiotikdir. Daha sonra dağ süxurları yenə abiotik amillərə misaldır. Belə qruplaşdırıb yazarsınız. Keçək indi üçüncü sualın izahını verək. Üçüncü sual da bizə nə deyir? Deyir ki, hansı anlayış bir yerdə yaşayan bütün orqanizmlər onların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsi kimi müəyyən edilir. Bu anlayış ekosistem anlayışıdır. 3-ə aid olur C variantı. Dördüncü suala baxaq. Biotik amil kimi qəbul edilə bilər. Birə baxaq, işıq intensivliyi. İşıq intensivliyi abiotik amildir. Çirklənmə B variantına verilib. Çirklənmə abiotik də ola bilər, biotik də ola bilər. Konkret bir şey deyə bilmərik bu barədə. Baxır, nə ilə çirklənmədən söhbət gedir. Bakterial çirklənmədirsə, biotikdir. Amma digər çirklənmə növləri, məsələn, nə bilim, çirkli su vasitəsilə çirklənmək, bu abiotikdir. Qida ehtiyatı. Burada ilə düzgün cavab qida ehtiyatıdır. Nəyə görə? Çünki bir canlı başqa bir canlı üçün qida mənbəyi ola bilər. Ona görə də qida ehtiyatı biotik amil kimi qəbul edilə bilər. 5-ci suala baxaq. Tədqiqat zamanı iki müxtəlif habitatda rast gəlinən heyvanlar aşağıda göstərilmişdir. A habitatı verilib və B habitatı verilib. Deyir ki, hər bir habitatda neçə növ müxtəlifliyi var. Ada bizdə deyir ki, neçə növ müxtəlifliyi var. A habitatına baxaq. Burada kəpənəklər eyni növdür. Deməli, bir kəpənək növümüz var. Sonra iynəcə növümüz var. Bir də böcək növümüz var. Elə? Deməli, burada 3 növ var. Kəpənək, iynəcə və böcək. 3. B habitatında baxaq neçə növ var. B habitatında isə bizə verilib nə? Qarışqa və kəpənək. Burada sadəcə 2 növ var. Qarışqa var, bir də kəpənək var. Eyni növdəndir bunlar. Bizə indi nə deyir? Hansı habitatın biomüxtəlifliyi daha zəngindir? Hansı habitatın biomüxtəlifliyi daha zəngindir? Əlbəttə ki, A habitatının biomüxtəlifliyi daha zəngindir. Burada daha çox növ müxtəlifliyi var. Həm kəpənək, həm böcək, həm də iynəcə 3 müxtəliflik A habitatındadır. 2 müxtəliflik isə B habitatındadır.
Bugünkü izahımız bura qədər. Sağ olun. Kanalıma dəstək olmağı unutmayın. Videonu like edin. Sağ olun.